Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Zülfaciyə küçəsində bağışlayın. 2 mərtəbəli binanın 2-ci mərtəbəsində 2 böyük otağı, eyni zamanda 2 kiçik otağı olan bax belə bir mənzil satılır. Hal-hazırda siz deməli hamamını görürsünüz. Hamamın ölçüsü 3 çədir. Qiymətin 40 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax burada belə bir deməli koridor var. Sol tərəfdə həmin dediyim üçüncü olan otaqlar yerləşir. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Bura birinci otaqdır. Qarşıda isə ikinci otağı görmək mümkündür. Onu da deyim ki, bax bu mənzilin polu çox əla və keyfiyyətli formadadır. Yəni sovet materialdır, çox möhkəmdir. Yəni bunu mən sizə görmək mümkündür. Yenidən polunu sizə göstərirəm. Bura isə deməli zalıdır. Zalın uzunluğu 7, eni isə 3 metrdən çoxdur. Bax bu cürdür. Qarşıda sol tərəfdə 3-cü otaq yerləşir. 3-cü otağın ölçüsü dediyim kimi 4-ün 4-dədir. Çox yaxınlıqdan 2, 4 və 9 nömrəli marşrutlar işləyir. Bundan başqa 20 və 32 nömrəli orta məktəblər bu əraziyə yaxın bir məsafədə yerləşir. İndi isə deməli mən sizə 4-cü otağı, eyni zamanda deməli pilləkənini göstərirəm. Bax bu pilləkənlə qalxmaq mümkündür. Qalxırlar, mümkün deyil, qalxırlar. Yəni evə daxil olurlar, mənzilə daxil olurlar. Bura isə 4-cü otaqdır. 4-cü otağın ölçüsü isə 4-ün 4-dədir. Bax belə bir 2 böyük otağı, eyni zamanda 2 kiçik otaq olan mənzilin qiyməti 40 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, Gəncə Dəmiryol vağzalından Safxoz Nizamiyə getdikdə yolun sol tərəfində olan binaların birində yerləşir bu mənzil. Sizlərə uğurlar.